Dubay Birləşmiş Ərəb Əmirliyinin sahəsinə görə ikinci ən böyük əmirliyidir. Eyni adlı paytaxt Dubay şəhəri isə bugün Yaxın Şərqin ən məşhur turizm mərkəzidir. Şəhər ilin istənilən vaxtı sizi mülayim iqlimi ilə qarşılayacaq. Mehriban yerli sakinlər isə sizin istirahətinizi əyləncəli və maraqlı edəcəklər. Dubay, Azərbaycanlıların sevimli istirahət istiqaməti olduğuna görə ölkə vətəndaşları arasında bura səyahət edənlər kifayət qədərdir. Mirsəmədlə bu dəfə Dubaya yollandıq. Maşınla yox, Azalın təyyarəsi ilə. Çünki burada yol hərəkəti qaydaları çox sərtdir. Qayda pozmağa görə cərimə $800. Ona görə də ən salamatı təyyarədir. Fərid. Xoş gördük. Salam qardaş, necəsən? Nəhayət ki, görüşdük. Yenidən görüşdük və çox gəzən bilər yenidən efirdədir. Bu dəfə biz tamam başqa coğrafi məkanı seçmişik, hörmətli dostlar. Tamaşaçılar, Avropa ölkələri qaldı geridə. İndi isə biz Ərəb ölkələrində. Bəli, Ərəbistan yarımadasının incilərindən sayılan Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubaydayıq. Dubaydayıq. Hörmətli izləyicilər, hansı nüansı qeyd edəcəm? Mən həyatım boyu Dubayda olmamışam. Mirsəmət ki, yeganə Azərbaycanlılardansan ki, Dubaya gəlməmisən. Və Mirsəmət uzun illər burada yaşayıb, artıq Ərəb ölkələri haqqında məlumatı çoxdur. Yenə də Mirsəmət sizi, hörmətli izləyicilər, informasiyalar təmin edəcək. Mən isə olduğum kimi öz amplamda yenidən qalacaq. Uzun illər demək olmaz. Dubay ümumiyyətlə elə bir şəhərdir ki, o qədər sürətlə dəyişir ki. Bir il gəlirsən, o bir il gələndə tamam başqa bir mənzərə ilə rastlaşırsan. 2015-də olmuşdum da. Mən sonuncu dəfə 2015-də olmuşdum, amma ondan sonra çox layihələr həyata keçirildi. Turnirdə baxmışdım, amma çalışacağıq ki, bu layihələrdən danışaq. Bax, bizim gözümüzün qabağında indi çox maraqlı bir yer olacaq da. Yəqin ki, tamaşaçılarımız böyük bir qismi orada olub, amma hər halda kənardan görüntü çox maraqlıdır. Burası çox qeyri-adi bir yerdir. Bax, görürsən o hündür... Belə bir şey qaldı. Səncə o nədir öyle? Metro xəttin oxşamır, yoxsa? Yox, metrodur. O ticarət mərkəzinə oxşuyur. O da deyil. Çıxarıq, gedib göstərərək. Gedib göstərək, tamaşaçılar agah olar. Odur ki... Getdik. Yolçu yolda. Yolda deyək. $10.000 bərabərdir. Lakin bu ölkədə dövlət qulluqçusu kimi yalnız yerli insanlar çalışa bilər. Bax, görürsən oranı. Həmin yeri deyir. Həmən yer Qış Xizək kompleksidir. Ərəbistan yarımadasında qaynar... Şahdağ yaradıblar burada. Burada yaradıblar, amma təbii ki, qapalıdır, suyludur. Orada təbiilikdən heç də söhbət gedə bilməz. Amma hər halda yaradıblar da. Görürsən, bax belə. Mənə maraqlıdır, kadrları tamaşaçılara təqdim edirik. Çünki bizim vaxtımız azdır Dubayda. Bir gün Dubayda qalacağıq. Bir gün də demək olar 7-8 saat Dubayda qalacağıq. Daha sonra isə Abu Dhabiyə gedəcəyik, inzibati mərkəzə gedəcəyik, paytaxta gedəcəyik. Nəyə qeyd edeyim? Burada hazırda yaz fəslidir. Biz qışdan keçdik birbaşa yaza. İnsanda biraz qəribə həm də ki, nəzərə alınır ki, biz indi uzunqol köynək giymişik, amma yayda biz bura belə gəlsək, biz burada istidən ölərik. Yayda çox isti olur. Kətdən artıq çox isti olur. Burada hazırda 20 dərəcədir burada. 20 deyə, birazdan 26 dərəcə olacaq, amma yayda isə burada 40 dərəcəyə qədər yüksəlir, hətta ondan da çox olur. Onun üçün də yayda burada gəzməyin yeri yoxdur. Elə biz ən gözəl vaxtında gəlmişik, amma hər şey vaxtımız azdır. Budur, X5-dir yoxsa? X5, yox, gəl gedək metroya. Metro nə deyək, metro? Dubayda gözəl metro var. Əmoğlunun paltarından bəlkə geyinək biz. Ona bir də maraqlı sualdır, sən şərqşünas insansan. Onlar o ağ libası istidən qorunmaq üçün geyinirlər də. Hətta günəş işığını, günəş şüalarını özündən əks elətdirmək üçün ağ paltar geyinirlər. Amma qış aylarında onun qara paltarı da, qara forması da var. Onu da onlar geyinirlər. Bunlar elə toya getdi, hər hansı bir tədbirə gedirlər. Bax, mən aeroportda gördüm, rəsmi dövlət işçiləri də ağ formada giymişlər. Onların maşınlarında o dəstdən bir neçə dənə olur. Gün ərzində bir neçəsini dəyişirlər. Mənə yaraşar? Çox gözəl yaraşar. Gedək baxaq görək. Sən birin mən. Yox, sənə yaraşar. Getdi o zaman metroydur. Dubay metrosu heyrətamiz bir yerdir. Biraz məlumatım var. Gedək baxaq. Gedək.
Xanım qız, gəl. O bura girmək üçün. 8 dirhəm aldıq da, yoxsa? 8 dirhəmdir bir biletin biri, bir dəfəlik. Bir dəfəlik biletdir. Amma burada əsasən hamı kartlardan istifadə edir. Bizdə kimi də Bakı kartı necədir? O formada kart. Yəni bizdə də olduğu kimi karta pul doldurursan, sonra nə qədər istəsən istifadə edirsən. Bax belə. Burada metroda yerin altına girmirsən, yerin üstünə çıxırsan. Bir də maralı nədir? Deməli, vaqonlar dəyişir. Regular adi vaqonda var, qızıl vaqonda var. Elə VIP vaqon. Aysa. Fahri adamlar orada gedir. Deyir qadınlar bir yerdə, kişilər. Qadınlar ayrı. Burada elədir də, qadınlar ayrı, kişilər ayrı. Amma nə yaxşıdır, lift də var burada. Getdik o zaman lift. Biznes, həmin dediyin söhbət, biznes kişilər üçün, hə? Biznes qadınlar. O stansiyanın adıdır. Biz indi bu Şərəf stansiyasındayıq. Şərəfdən gedirik, Əcəmiyə gedirik. Şərəfdən gedəcək 1, 2, 3, 4, 5, 6 deməli dayanacaq Barcuman sentrə. Orada dəyişəcək xətti və gedəcək qədim şəhərə, şəhərin qədim hissəsinə. İlk növbədə qədim şəhəri. Bunların tarixi çox qədim deyil axı. Amma hər halda nəsə var da. Olanı da belə gözəl təqdim etməyə bacarırlar ki, bizim tariximiz var, bizim qədim qalamız var. İndi gəlib görəcəksən. Bir sual verim sənə. Bu neft ölkəsi olub, 1970-ci illərdə, 71-ci ildə müstəqillik qazanıb da İngiltərədən, o dövrlərdə qazanıb. Necə olub ki, neft indi hazırda krizisdir, çox ölkələr əziyyət çəkir krizisdən. Bunlar niyə əziyyət çəkmir? Bunların niyə bütçələri güclüdür? Bunlar iqtisadiyyatın diversifikasiyasını bacarıblar. Yəni, xidmət sferasına pul yatırdıblar, bank sektoruna. Dubay dünyanın 3-cü ən böyük reeksport ölkəsidir. Mallar bura gəlir, buradan gelir. Transport ölkəsi. Turizm çox böyük inkişafa nail olub burada. Ona görə də bax bunlara o çətinlikləri o qədər də belə ağır keçirmir. Rahatlıqla dəf eləyirlər. Həm də bir şey var ki, burada neft azalır. Artıq azalır. Artıq azalıb demək olar ki, yoxdur. Özlərini ancaq təmin edirlər. Dubay əmirliyi. Benzin necədir burada? Benzin yaxşıdır. Ucuzdur bizdən yoxsa? Bizdən biraz ucuz. Biraz ucuz. Xanım vardır. Siz buradan gelmirsiniz? Mirsəmə? Burada necədir xanım? Əladır. Xanım. Gəl. Dirək alın. Burada deyirsən ki, xanım istəsə ayrı gedə bilər. Ayrı gedə bilər. Ayrı stansiya. Maşinist harada oturur? O tərəfə. Gedən maşinistin yanına. Görürsən, maşinist yoxdur burada. Bunlar dayanıb baxırlar, bax belə. Bu tam avtomatlaşdırılıb metro burada. Komfortu da əladır, kondisioner də əla işləyir. Bizim Sumqayıt qatarı var, o da bu istildədir, amma orada maşinist var. Burada metronun necə bir yerin üstünə eləyir, rahat olsun deyə. Belə daha tez başa gəlir. Qısa müddətdə 2004-2005-ci illərdə tikirdilər bunu. Mənim yanıma gəldi. 10 günlə 12 ilə metro hazırdır. Əhalisinin çoxu, mən 20% səhvləmirəmsə Dubaylıqda bu ərəbdir. Qalanı hamısı Pakistanlı, Hindistanlı. Ümumiyyətlə görürsən ki, burada xaricilər daha çox metrodan istifadə edirlər. Yerli insanlar çox da girmirlər, daxil olmurlar metroya istifadə edirlər. Öz maşınları. Bahalı maşınlar, Lamborghini, Ferrari sürür. Burada görürsən sedan azdır. Sedan maşını azdır, çoxsu çift. Maraqlısı da nədir ki, elə Dubay metrosundan minir, bütün gəzmək şəhərin ən görməli yerlərindən keçmək mümkündür. Elə bir tur avtobusu da, rahatlıqdır. Çox gözəl. İndi həmin tamaşaçılara görüntüləri təqdim edək, gəl. Nə qədər müasir olsa da Dubay müsəlman ölkəsidir və burada çoxlu qadağalar var. Alkoqol qəbul etmək və daşımaq, dövlət əhəmiyyətli tikililərin və şəhərin bəzi yerlərinin, həmçinin qadınların şəklini çəkmək, küçəyə zibil atmaq və avtostopla gəzmək qadağandır. Görürsünüz, ərəb yeniyetmələridir, ərəb uşaqlarıdır. Biz Dubayın qədim hissəsindəyik. Mirsəməd isə buradadır. Görürsünüz, uşaqların hamısının əlində iPhone-dur. Qardaş, bunlar hamısı iPhone işlədir. iPhone işlədir? Bəs nə işlətməlidir? Huawei yoxsa Meizu?
Onu demək istəyirəm ki, vəziyyətləri həqiqətən... Hə, bunlar yerli uşaqları gəliblər tarixlərlə maraqlanmağa. Çünki bura ən tarixi bir yerdir, gördüyünüz kimi mətanşaçılar. Dubay muzeyidir. Hə, Dubay muzeyindən əvvəl mən istərdim ki, bax bu qalanı göstərim. Bizim İçəri şəhər kimi bir yerdir, onun kiçik bir miniatür şəhər deyərdim mən buna. Çünki Dubayın özü vaxtıyla o qədər balaca olub. O qədər kasıb olublar ki. Kasıb olub və o qədər əhalisi az olub ki, onlar üçün elə bu boyda qala da kifayət edilmiş. Bunların tayfaları o vaxtı gəliblər, Aha. belə bir yerdə məşğullaşırlar. 1833-cü ildən Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin indiki əmiri Əl-Məktum ailəsi, hakim ailə həmin vaxtlar, o vaxtda 1833-cü ildən bu əraziyə nəzarət edirlər, başçılıq edirlər. Kiçik bir qəbilə. Hə, həmin ailə burada yaşayanlara başçılıq edir və bura Əl-Fahidi deməli qalasıdır. Gördüyün kimi balaca bir qaladır. Vaxtıyla 19-cu əsrin əvvəlində burada cəmi 1200 əhali yaşayırdı, nəfər əhali yaşayırdı. Balaca bir yer idi. Ətrafda da deməli divarlar var idi. Sonralıqca yavaş-yavaş sonra şəhər böyüyüb. Şəhər elə bir buradan başlayıb. Və gördüyünüz kimi kiçik 9 mərtəbəli, 8 mərtəbəli, 5 mərtəbəli binalar o vaxtdan bəri inteqrasiya edirlər. İndi Dubay dəfələrlə bir neçə dəfə böyüyüb ərazisi və gördüyünüz kimi bax indi bu Əl-Fahidi fortu da qədim bir hissəsi olaraq qorunub saxlanılır. Şərqin ən firavan, ən xoşbəxt şəhəri deyərdim mən bura. Elə də demək olar. Və bu isə Nuhun gəmisinə oxşuyur. Ənənəvi ərəb gəmisidir. Adı Doğudur, bəli. Bununla onlar həm balıqçılıqla məşğul olurdular, həm də mirvari çıxarırdılar. Uzun müddət bunların gəlirlərinin əsas hissəsi mirvaridən gəlirdi. Baxmışdım, sən çəkmişdin bir nəfər, orada bir mirvari. İndi deyir o ölüb o söhbət. İndi az da o gəlir, ona çünki 30-cu illərdə, 20-ci əsrin əvvəllərində, həmin kadrları təqdim edirik. 30-cu illərdə, 30-cu illərində təsəvvür elə ki, süni mirvari yetişdirməyə başladı Yaponlar. Ondan sonra bunların bütün biznesi öldü, bazar öldü. Hədə sərf eləmədi də, gedib təbii mirvarini çıxartdı. Hə, suya baş vurmaq, təbii oradan çıxartmaq filan etmək sərf eləmədi. Təbii süni yolla yetişdirməyə başladılar. Ona görə də artıq o biznes öldü. Nə yaxşı ki 60-cı illərdə bunlarda neft tapdılar. Neft çıxandan sonra hörmətli izləyicilər İngiltərədən müstəqillik qazandılar və yavaş-yavaş neftin pulu ilə özlərinə firavan həyat düzəltdilər. Mən onu demək istəyirəm ki, indi köhnə kadrlara baxsaq, bura bir düzənli idi. Mən verilişdə baxmışdım, turnedə baxmışdım, sən göstərmişdin. İndi tamaşaçılara təqdim edirik. Düzənli idi, 4-5 bina. Deyirəm, Azərbaycanın da rolu çox olub buranın inkişafında. Çünki çox Azərbaycanlılar ticarət üçün bura indilər. Bəli, 91-də müstəqillik qazandıqdan sonra bizim iş adamları bura tez-tez gəlməyə başladılar. Təkcə biz yox, keçmiş SSR-nin respublikaları, Çin Respublikası və onun sayəsində bunlar bir ticarət ölkəsi olaraq daha da inkişaf etdilər. Yəni, tutaq ki, iPhone burada niyə ucuzdur? Çünki burada vergidən azaddır. Yalnız səhv eləmirəmsə 4% vergi var burada. Deməli, o 4% gömrük rüsumludur, faizi tətbiq edilir. Ondan başqa fiziki şəxslərin gəlir vergisi, təşkilat vergisi, digər mənfəət vergisi, bunların heç biri yoxdur burada. Ona görə də burada qiymətlər indiyə qədər ucuz və əlçatan cəlb edicidir. Belə, görüntüləri təqdim eləyək tamam. İçərisinə girmək səncə maraqlıdır? Baxaq. Girək içərisinə, görək bunlar necə formada yaşayırlar. Elə format dəyişməyib bunların forması, nə baxımdan? Elə eyni köhnə amma köhnə tas. Mənim fikrimcə. Hələ geyimlər də dəyişməyib, mədəniyyətlər də dəyişməyib. Bu Ruslandır. O səyahətçidir. Yeni ölkə və şəhərlərə böyük marağı var. Elə bu səbəbdən də Ruslan Azal Miles proqramı barədə məlumat əldə etdikdən dərhal sonra qeydiyyatdan keçərək hər uçuşa görə bonus balları qazanmağa başladı. Ruslan tələb olunan miqdarda bal topladıqdan sonra Azal Miles müştəri xidmətləri həmin balları tam dəyərli aviabiletə dəyişməkdə ona kömək etdi. O, həmçinin xidmət sinifini yüksəldərək hazırda ekonom sinifdə deyil, biznes sinifdə səyahət edir. Hər uçuşa görə Ruslanın hesabına həm də status balları toplanır. O statusunu Gold və Platinum səviyyəsinə yüksəldərək hava limanında biznes sinifi üçün nəzərdə tutulan gözləmə zallarına daxil olmaq imkanından faydalanır.
Nəhayət ki, onun səyahət etmək arzuları həyata keçir. Növbəti uçuş əlavə ballar gətirir və bu balları iOS və Android əməliyyat sistemlərində mobil əlavələr vasitəsilə rahatlıqla yoxlamaq mümkündür. Bundan əlavə, Ruslan Silkway Bankda hesab açaraq Silkway Bank Miles kartına sahib oldu. Bu da öz növbəsində mağazalarda və internetdə kart vasitəsilə alış-veriş müqabilində əlavə ballar deməkdir. Arzularınızı həyata keçirin. Azərbaycan Hava Yolları ilə tez-tez və daha əlverişli şərtlərlə səyahət edin. Burada 1200 nəfər adam yaşayıb illər. Yox, bu onların qalası olur. Şəhərdə 1200 nəfər əhali yaşayıb 19-cu əsrin əvvəlində. Bu da bunların müdafiə qalası idi. Görsən, mini qala, belə deyək. Bir nə mənim maraqlıdır, bu xanımlar bir-birlərinin üzündə var. Bu çadranı başa düşdü. Bu bilsən nədir? Qırınlardan ki, dəmir nə deməkdir o? Bu xüsusi belə şeydir də, belə bunların üzərindəki niqabdır belə. Bığdır da elə bir bığlar var. Niqab, yox, pərdə. Niqab nə? Yəni üzü örtən bir belə deyək. Bu ancaq bu Dubaylılara xas olan bir şeydir. Ağız tərəfi örtür, başa düşdüm. Örtürlər. O diskomfort yaranmır görəsən bunları. Nə bilim vallahi. Görsən pullarının üstündə də var bu qəhvədan. Görsən? Qəhvədan. Həmin sözü qəhvədan. Bəli. Başa düşün. Burada öz milli adət-ənənələrinin ümumilikdə şərq üslubudur da. Deyir yemək yeyirəm, yeyib sonra çəkərik. Affan. Affet məni. O söz oradan yaranır da, affan. Qəşəngdir. Belə də, məncə müasir yer daha gözəldir. Çünki Dubay gələcəyin şəhəridir. Tarix burada bundan sonra başlayır. Yəni amma öz tarixlərini də indi göstərirlər ki, vaxtı ilə nə olmuşuq, indi hara gəlib çıxmışıq. Balıqçılıqdan gəlib hara çıxırlar. Avropanın şəhərlərindən infrastruktur cəhətdən çox irəlidədir. Qardaş, bəlkə biz Suriyaya gəlmişik. Belə Dubay olmur axı. Niyə ki? Gələndən bütün harda köhnə qəsəbə, kəndlər var. Orada şəhərin qədim hissəsi ilə başlayırıq ki, görək bura əvvəl nə olub, sonra nə olub. Bu müasir yerlərinə də gedəcək. Hələ bizim orada Dubay deyəndə qardaş, ağlım ömür boyu Burj Xəlifə gəlib, hündür mərtəbə binalar, ərəb, qalinvagenlə maşın. Bax görsən bura balaca bir yaşayış məntəqəsidir. Adı Bəstəkiyyədir. Bəstəkiyyə. Bəstəkiyyə İranın Bəstək vilayətindən gələnlərdir. Onlar gəlib burada qurub. Tutaq ki, orada onlar gəliblər. Çünki nəyə görə gəlirdilər? Bura dəniz limanı idi. Ərəbistan yarımadasının ən məşhur dəniz limanlarından biri burada idi. Buranın əmri də indiki Şeyx Məhəmmədin ulu babaları. Elə şərait yaradırdı ki, nəsildən nəslə keçir burada hakimiyyət bunlar. Elə şərait yaradırdı ki, o ticarətçilər gəlsinlər, burada alver eləsinlər, burada iş qaynasın. Ona görə də bax o Bəstəkiyyə məhəlləsi bax bu cür yaranıb. İndi təbii ki, burada heç kəs yaşamır. O İranlılar da artıq ərəbləşiblər, yerliləşiblər, yerli olublar. Amma indi bax buranı belə bu cür qədim bir məhəllə kimi saxlayıblar. Elə bizim içəri şəhər kimi bir yerdə, amma burada tikiliş bir başqadır. Görsən də bax belə samandan bu nədən düzəldiblər bunu? Buna deyirlər taxtadan, qamışlardan, qamışdan tikiblər, taxtadan tikiblər. Bir şeyi nəzərinizə çatdırım. Bayaq sən qeyd elədin. O qüllələr. Belə bir qüllə vardı. Mirsəmət deyir ki, o güllələrin içində o vaxtın kondisioneri idi. Nə funksiyası Nəyə görə? Çünki ora isti olurdu. Görsən hər tərəf tikilidir də. Yuxarıda hava oynayırdı. Oradan hava o aşağı dəliklərdən düşürdü aşağı. Cəmaət orada nəfəs alırdı. Çünki yayda dözülməz istilər var idi. O vaxt təsəvvür elə necə yaşayıblar burada. Bu istidə. Nə kondisioner olub, nə ventilyator olub.
gün vurmadan bunlar ölərmiş. Ona görə ağ geyinirmişlər. Burada daha çox hörmətli izləyicilər ağ rəngdə maşın sürdülər ki, istini daha çox. Ağ rəngli təyyarələr. Təyyarələr də ağ rəngdədir, hə? Quşlar da təyyarəli ağ rəngdə. Yox, quşlar da ağ rəngdədir burada. Bax, görürsən həmən yer, bax, görürsən hava. Həmin baxın hörmətli izləyicilər, o vaxtın kondisioneri. Və bir şey də qeyd edeyim, velosipedləri görürsünüz, nə qədər qədim yer olsa da velosiped dayanacaqlar var, velosipeddən istifadə edirlər və bir şey də qeyd edəcəm, bu şəhərdə xüsusi bir qoxu var. Sən dedin o quş. Qoxu deyəndə ki, o burada yaşayan müxtəlif mühacirlərin, mühacir millətlərinin yeməkləri ilə əlaqədardır, kulinariyası ilə əlaqədardır. Çünki bunlar özlərinə də iyi gəlir burada bəzi millətlər var. Artıq iyləməyə vaxt tapdı. İyləmişəm. Qardaş, bunları xlorlamaq lazımdır. Bura gələn yeganə demirəm, çox az sayda Azərbaycanlı gəlir Dubayın bu hissəsinə. Çünki Azərbaycanlılar daha çox müasir hissəyə gedirlər, daha çox alış-verişə gedirlər. Biz də gəldiksə göstərdik ki, Dubayın tarixi yerləri də var. Gəlib, bayaq şəkil qoymuşam Instagrama, deyirlər ki, bura Dubaydır. Deyirəm, həqiqətən Dubaydır. Dubayı belə bilmirmişlər tamaşaçılar. Yəni, Dubayın belə yerləri də var. Hara gedək, qardaş? Bəlkə gedək. Gedək indi də deməli çayın o biri tərəfinə elə bir, kanalın o biri tərəfinə. Orada Dubayın ən qədim hissələrindən biridir, Deiradır. Amma orada indi ərəb görməzsən. Ancaq mühacirlər yaşayır. Çox maraqlıdır. İyi daha çox olar orada. Gəl, burnunu tutarsan, gəl. Bax, bu uzun illərdir görürsən, kanalın iki qolunu birləşdirən, bax bu balaca qayıqlar işləyirlər neçə vaxtdır. İnsanları buradan ora keçirdirlər. Elə bir köhnə şəhərdən yeni şəhərə. Yox, elə demək olmaz. Orada da köhnə yerlər var, burada da var. Deira yaşayış məntəqəsi, burada Bar Dubai. Bar Dubai. Qiyməti neçədir bunun? Bir dirhəm. Nə ucuzdur? 20-30 ildir ki, mən elə bu qiyməti görmüşəm burada. 93-cü ildə ilk dəfə gələndə bir dirhəm idi, indi də bu qiymətədir. Minək. Gəl. Belə oturacağı yoxdur da? Yox, hamı belə oturur sırayla. Ay, sağ ol. Salam əleykum. İçirsən? Nədir bu? Ümumi əhvalın necədir, qardaş? Əla. İsti deyil. Yox, yaxşıdır. Qəşəng vaxta gəlmişik də. Burada indi bu vaxtda ən gözəl vaxtdır. Paltarı almadım, ərəb paltarı. Eybi yox, gedərik, bəlkə oradan oldu. Nəyi xatırladın bu halda? Venesiyanı, hə? Biraz, hə. Yadıma düşdü ki, o aparatı suyun içine salmışdı. Amma orada qandolalar idi. Burada isə bax belə gəmiləri, ərəb gəmiləri doğular. İndi nə qədər işlədirlər, görsən. Amma bunu təbii ki, indi artıq ərəblər işlətmir. İranlılar, sonra Pakistanlılar, Bangladeşlilər işlədir. Bura mənə Avropanı xatırladı. Avropada da elədir. İşçi qüvvəsi miqrantlardır. Özləri isə kef eləyir də. Az dövlət işlərində işləyir, sonra necə deyim sizə? Yəni özləri aşağı işləmirlər. Hava, hörmətli izləyicilər, çox sərindir. 24 dərəcə isti olmağına baxmayaraq, yandırıcı isti yoxdur. Bizdə elə bir Bakıdakı may ayıdır. Dubayın, Mirsəmətdir ki, Dubaya elə bu ayda gələsən. Mən Dubayda olmamışdım, həmişə o şeyxin oğlunu izləyirəm Instagramda. Dubayın müxtəlif yerlərini paylaşır, ekstremi çox sevir. Keçən dəfə ova gəlmişdi Bakıya, Neftçalıya, Səlyana ova gəlmişdi. Nə gözəl. Zəngiləşdi, Neftçaladayam gəl. İndi mən də gəlmişəm Dubaya axşama yeməyə qərafət edeyim. Telefonu götürdü. Hə, tanıyır da məni. Nömrəni gördü, yəni götürdü. Hə, tanıyır, hə. 211 ilə yığdım, tanım. Qardaş, Dubay deyəndə nəhəng binalar, nə Cümeyra, nə Burj Xəlifə, mən onların heç birini görməmişəm. Bura Zeytinburnuna oxşuyur, İstanbulun Zeytinburnuna oxşuyur. İndi bura Dubayın bir hissəsidir də. Sən elə bilirsən ki, elə Dubay elə başdan başa vallahi mən elə bilirəm. Hündür mərtəbəli binalardan ibarətdir. Baxın, davam edin. Bu küçəyə gəlmişsiniz, hörmətli izləyicilər. Buradan yaxşı qızıl ala bilərsiniz, paltar ala bilərsiniz, telefon ala bilərsiniz, iPhone ala bilərsiniz, Samsung ala bilərsiniz. Yəni Dubayın belə deyək də ticarət
hissəsini, ticarətlə, alış-verişlə məşğul olan hissəsini duymaq, hiss eləmək, yaxşı alış-veriş eləmək üçün mütləq bura gəlmək lazımdır. Hə, amma ay kişi, sənlə söhbət edirəm. Hə, yox, baxırdın sən ona görə şeylər. Əgər gəzmək, müasir yerlər filan oraları görmək üçün şəhərin başqa hissəsi var. Azərbaycanlılar səncə ən çox bura gəlir yoxsa ora gəlir? Azərbaycanlılar həm bura gəlir, həm ora gəlir. Azərbaycanlılar müxtəlifdir. Onlar ticarətlə məşğul olan da var, gəzməyə gələn də var, istirahət etməyə gələn də var. Ona görə də müxtəlifdir. Qiymətlər, hörmətli izləyicilər, dəyişir. Bakıdan 100 manat, 150 manat belə fərq eləyirdi səhv eləmirəmsə. Hə. Mən bayaq baxdım, özünə nə almağı fikirləşsən? Salamlayış. Özümə istəyirəm bir telefon alım, əgər imkan olsa, vaxt olsa. Çünki vaxtımız çox məhduddur. Bir günə Dubaya gəzib, göstərmək, görmək mümkün deyil. Verilişin sonunda Mirsəmədin hansı telefon aldığını biləcəksiniz. İlk telefonun nə telefon aldığını altdan SMS-lə yazan bizdən 10 manatlıq kupon qazanacaq. Belə. Gedək orada bir dənə. Gedək biraz alış. Sənin üçün telefon seçək. Oradan da gedək. O Dubay deyirlər, əsl Dubaya. Oralara da gedək. Elə bir ağ adamların getdiyi Dubay. Yaxşı. Burada onsuz da qara adamlardan. Burada gördüyün kimi ərəb yoxdur. Fikir ver. Hamısı mühacirdir. Hamısı. Bir fikir ver, bir kameranı bax yönəlt o tərəfə. Dubaydan mal istəyirsə bizə zəng edin, alıb gətirək. Fərid, gör nə gözəl yerə gəlmişik. Qızıl bazarı, qızıl qalmadı qızıl. Qardaş, bura mərkəzi ünvanı Çumdur da ora. Çum. Mərkəzi ünvanın bir hissəsi tamamilə qızıl dükanlardır. Burada elə. Əslində bax ora o mərkəzi ünvanı qızılın bir hissəsi elə buradan gedir. Mən də düşünmüşəm. Çox insan da Dubaya qızıl üçün gəlir. Biz Dubayın hər tərəfli göstəririk də sizə. 100-dən çox mağaza var, təsəvvür elə. Gör nə qədər qızıl var. İndi biz içəriyə doğru irəlilədikcə görəcəyik ki, bütün deməli şüşə pəncərələrin hər tərəfi qızıldır. Girək bəlkə bir qiymət soruşaq, hə? Ola bilər, ola bilər. Azərbaycanlıları görürəm burada. Saat neçədir? Omega Rolex. Rolexi belə satarlar. Ayıb olsun sənə. Gəl. Gəl. Bu Ruslandır, o səyahətçidir. Yeni ölkə və şəhərlərə böyük marağı var. Elə bu səbəbdən də Ruslan Azal Miles proqramı barədə məlumat əldə etdikdən dərhal sonra qeydiyyatdan keçərək hər uçuşa görə bonus balları qazanmağa başladı. Ruslan tələb olunan miqdarda bal topladıqdan sonra Azal Miles müştəri xidmətləri həmin balları tam dəyərli aviabiletə dəyişməkdə ona kömək etdi. O, həmçinin xidmət sinifini yüksəldərək hazırda ekonom sinifdə deyil, biznes sinifdə səyahət edir. Hər uçuşa görə Ruslanın hesabına həm də status balları toplanır. O statusunu Gold və Platinum səviyyəsinə yüksəldərək hava limanında biznes sinifi üçün nəzərdə tutulan gözləmə zallarına daxil olmaq imkanından faydalanır. Nəhayət ki, onun səyahət etmək arzuları həyata keçir. Növbəti uçuş əlavə ballar gətirir və bu balları iOS və Android əməliyyat sistemlərində mobil əlavələr vasitəsilə rahatlıqla yoxlamaq mümkündür. Bundan əlavə, Ruslan Silkway Bankda hesab açaraq Silkway Bank Miles kartına sahib oldu. Bu da öz növbəsində mağazalarda və internetdə kart vasitəsilə alış-veriş müqabilində əlavə ballar deməkdir. Arzularınızı həyata keçirin. Azərbaycan Hava Yolları ilə tez-tez və daha əlverişli şərtlərlə səyahət edin. Hörmətli izləyicilər, gəldik qızıl mağazasına. Bir Azərbaycanlı dostumuzu gördük. Salam aleyküm. Azərbaycanlılar dünyanın hər yerində var. Necədir vəziyyət Dubayda? Mirsəmədin tanışlığı necə oldu söhbət? Mirsəməd gəldi ki, illər öncə burada bir Azərbaycanlı var idi. Yox, 2-3 il bundan əvvəl gələndə bu qardaşı görmüşdüm burada. Dedim ki, burada hardasa bir Azərbaycanlı işləyir. Necə gedir işlər, qardaş? Qızıl almaq istəyir qardaş, gətirmişəm. Belə evlənmək faizini də mənə verərsən, yaxşı, subaydır, qızıl alacaq. Belə evlənmək üçün zarafatsız, belə maraqlı deyil mənə. Normal, orta, yuxarı nə qədər tutur? Evlənmək üçün dəst.
belə. Ümumi baxım tamaşası, qızıl almaq istəyir. Qızıl brilyantdan yox. Hə, brilyant olsun, hə, belə bir tək qaş bir üzük, bir boyun bağı. Sonra nə olur evlənəndə? Sonra çox şey olur. Bir dənə qız olsun. Ha. Baxın nə istəyirsən. Hə də ümumi bir tək qaş brilyantdan neçədən başlayır karatla? Tək qaş 1 karatın. Tək qaş 4000-dən başlayır. 4000 dollar. 4000 dollardan başlayır. O zaman burada 4000-sə Bakıda biraz baha olar da. Bakı ilə fərqlənir də. Bakıdan biraz bahadır da, ucuzdur da bu. Çünki gömrük də var. Hə. Hər şey. Amma gəlib tək alanda belə sərf eləyir də özün apara bilərsən. Neçə manatdır qızılı Azərbaycana aparmaq olar? Orasını bilmirsən, hə? Mən 12 qardaş satana qədərdir. Satdı və sılam. Qutardı ki. Amma mən bilən 20 qram, səhv etmirəmsə. 20 qram olar, bir də ki yarım karat. yarım Hə, karat. 20 qram alır. Alış-veriş necədir bu dəqiqə Dubayda? Bu bazarda, qızıl bazarında vəziyyət necədir? Pis deyil. Gedər. Gedər. Yavaş. Əvvəlki yoxsa əvvəlki kimi deyil, hə? Əlhəmdülillah da, bu günə də min şükür, hə? Bu gün Daha çox gümüş alırlar, brilyant alırlar. daha çox tək qaşa üstün. Tək qaşa. Azərbaycanlılar gələn var yoxsa azalır? Bakının arasındansan? Qırmızı şərq. Sayıskayın qarşısında. Statik tərəfdən, hə? Hə. Neçə ildir burdasan? 6 ildən çox. 6-7 il. İşin həmiş olsun qardaşım. Fərqi yoxdur, hardasan, əsas odur ki, öz dilimizdə danışsan və Azərbaycanımızı təmsil edirsən. Sağ ol qardaş. Məsələn, Hə, Allahs olmadı deyəsən. dollarda qalxıb, mən evlənəsi də olmadı. Qoy bu ildə subay qalıb. Hə, yox, nə qədər subay olsan, bir o qədər sənin pərəstişkarlığın sayı çox olar. Həqiqətən, sən onu bilirsən. Bilirəm. Səmətdə çox şey öyrənmişəm. Həqiqətən. Sağ ol qardaş. Qızılı burada hər kəs çox alır. İl ərzində bir ərəb minimum 38 qram qızıl alır. Bir kişi evlilik təklifi zamanı xanımına 5 kiloqram qızıl hədiyyə etməlidir. Yeri gəlmişkən evlilik üçün namizədi valideynlər seçir. Okay. 130.50. Ya, güzel. Okay. Last. Okay, finish. 100 dirhəm nə qədər eləyir? Finish. Así que no, pero
quiero vivir sin ellos yo. Le pido al cielo solo un deseo, que en tus ojos yo pueda vivir. He recorrido ya el mundo entero y una cosa te vengo a decir. De Bahrein hasta Beirut y desde el norte hasta el polo sur, no he encontrado ojos así tan moros que tienes tú. Sí, tambores que tienes tú. De Bahrein hasta Beirut y desde el norte hasta el polo sur, no encontramos así tambores que tienes tú. Fərid, sən fikir verirsən nə qədər burada insan var? Adam əlindən Tərpənmə olmur. Hamısı da, əksəriyyəti turistlər. Burada turisti o tərəfdə isə yerli ərəbləri görmək olurdu. Ha, yəni ki, söhbət ondan gedir ki, yaxın şərqdə Dubaydan başqa elə bir nöqtə yoxdur ki, bu qədər turist qəbul eləsin də, bu qədər insan təhlükəsiz şəraitdə gəlib burada dincələnsin. Təhlükəsizliyi necə qoruyurlar? Söhbət odur ki, bunun ətrafında terror hadisələri baş verir, müharibələr baş verir. Bax, hələ İstanbulun özündə görürsən nə qədər turist getməyə qorxur. Suriya hadisələri, yaxın şərqin digər. Amma bura əminamanlıq bir adasıdır. Qoruyurlar da, qoruyurlar o. Bu qədər də turist xaricdən rahat şəkildə gələ bilir bura. Burada çoxlu, üstünlüyü də burada bax, Abu Dhabi'də Formula 1 olur, Red Bull Race tədbirləri olur. Dünyada tanınmış bir şəhərdə Abu Dhabi'də. Mən sənə təklif edərdim ki, gedək biraz Dubay molu gəzək, sonra gedək Abu Dhabi'yə. Abu Dhabi'yə mütləq getmək lazımdır, çünki son vaxtlar Abu Dhabi hətta Dubayı da üstələməyə çalışır turizm sahəsində. Şeyxin oğlu da məni gözləyir. Bir çox deməli orada obyektlər tikilir, tədbirlər keçirilir ki, onlar Dubay kimi rəqabətə davamlı, belə deyək də, turizm sahəsi yarada bilsinlər. Şeyxin səni gözləməsi bir qədər inandırıcı görünmür, amma nə gedək də orada bir nüans olacaq, o nüansı tamaşaçılar görəcəklər. Şeyxin oğlu olmasa da başqa bir proses olacaq, başqa bir hadisə olacaq. Tamaşaçılar verilişin gedişatında onu görəcəklər. Hamı baxır, görsən necə tanıyırlar bizi. Səni xüsusilə. Çox gözəmbilərə baxırlar Dubaylılar. Səni xüsusilə. Le pido al cielo solo un deseo, que en tus ojos yo pueda vivir. He recorrido ya el mundo entero y una cosa te vengo a decir. De Bahrein hasta Beirut y desde el norte hasta el polo sur, no encontramos así tambores que tienes tú. Gördün? Deyirdin ki, orada Suriyaya oxşayır, nə bilim, hara oxşayır. Bəs bura hara oxşayır? Bura Dubaya oxşayır. Dubayın əsl üzü buradır, hörmətli izləyicilər. Dünyanın ən böyük, ən hündür, ən uzundur, 828 metrədir. Həmin göydənən qabağından Mirsəmədlə mən sizi salamlayıram. Bəli. Bəli, bura yeni Dubay demək olar buranı. Görsən, burada tamam rənglər başqadır, insanlar başqadır, əhval-ruhiyyə başqadır. Ora bir qədər belə ağır bir yer idi, nəsə elə bir problemli yerdir. Amma bura isə bəli, firavan bir yerdir. Bura firavan bir yerdir. Çoxlu layihələr var. Görürsə, hələ də bəziləri tikilməkdə davam edirlər. Elmar binaları. Emar şirkətidir. Bu Dubayın deməli tikinti şirkətidir, şeyxə məxsusdur və bax bütün tikintiləri onlar həyata keçirir. 828 metrlik bina hal-hazırda hələ də onu heç kəs keçə bilməyib. Amma deyirlər ki, Səudiyyə Ərəbistanında 1 kilometr hündürlüyü olan bina tikilir və 1,2 milyard dollara başa gəlir. 2004-də başlanıb, hörmətli izləyicilər, 2010-cu ildə açılış olur. Bəli, 6 il ərzində tikilir. Nə otel kimi istifadə olunur, yoxsa yaşayış? Orada həm otel var, həm restoranlar var, həm deməli mənzillər var. Orada bəzi insanlar var, ev alıblar orada, ən hündür yerlərdə. Bizim otelimiz, otağımız neçənci otaq idi? 2652-ci idi səhv edirəm. Hansı? Burj Xəlifədə. Burj Xəlifədə, hə. Burj Xəlifədə biz ən yüksək Azərbaycan görünür, inanırsınız. Bizim otağı açırıq pəncərəni, Bakının bulvarı görə bilirik. Həqiqətən bu bir zarafatdır. Dubaya gəlmisinizsə, hörmətli izləyicilər, nə deyə bilərəm? Bolluca alış-veriş eləyin, gəzin, dolanın. Amma mən sizə məsləhətim Dubay Malldan çox şey almayın, biraz bahalıdır. Bilmiyorum, kimin ürəyi istəyir alsın buradan, amma bəzi yerlər var. Bayaq sizə təqdim elədik ki, orada o yerlərdən almaq lazımdır. Mən nə demək istəyirəm? Bax, bir telefon aldım, 2 telefon aldım burada, 3 telefon aldım, powerbank aldım, powerbank aldım, görün nə qədər şey aldım. İllərdir Dubaya gəlmirdim, arzum idi. Qohum, əqraba, dostlar. Üstünə nə qədər qoyub satacaqsan bunları? Yox, bunu satmayacam qardaş. Bunlar elə bir əmmindir. Yalan deyər. Ya, bir ikisini al-ver eləmək. Sən nə edin? Gəlmişəm da. Dubaya gəlmişsən, pul qazanmalısan da. Düzdür. Mirsəməd də özünə telefon aldı. Təbrik edirəm sənin telefon münasibətilə. Oğluma da almışam. Oğlunu da buradan salamlayırıq Mirsəmədin. 16 yaşı olur, onu da təbrik edirik ki, onun ad günündə yeni bir telefon aldı.
Oldu, bax belə. İndi birazdan yeri gəlmişkən çox gözəl orada bir şou başlayacaq, fontan şousu, musiqilərlə filanla. Birazdan ona da gedəyik, baxarıq. Baxaq. Yaxşı. Bax belə. Getdik biz. ومال حبيبي مالو قولوا لي واش جرالو البارح كان يبغيني واليوم تغير حاله كان ديما فيا يسول وغيابه عليا طول لازم شي حد في باله والله حالي بنعاول ومال حبيبي مالو قولوا لي واش جرالو البارح كان يبغيني واليوم تغير حاله كان ديما فيا يسول وغيابه عليا طول لازم شي حد في باله والله علي بنعاول يا ولفي حرام عليك هجرتيني Dubayda zaman az olduğundan şəhəri doyunca gəzə bilmədik. Amma əmirlikdən hələ də ayrılmırıq. Yolumuz Abu Dhabi əmirliyinədir. Gələn həftə edək. İnformasiya dəstəyi Oxu Az İnformasiya Agentliyidir. Abu Dhabi əmirliyindəyik. Möhtəşəm bir yerdir. 50 il, 60 il bundan əvvəl ərəblər necə yaşayıblar? Bax o təəssüratı, o təsəvvürü bax burada əldə etmək olar. Möhtəşəmliyi hələ bunun 100 metrdən, 200 metrdən görünür. Abu Dhabi doğrudan da şeyxin yeni bir sənət əsəridir. Red Bull Air Race yarışının artıq keçirildiyi yerdəyik. İndi bizim Fərid uçacaq. Bir veriliş var hamısına fərqli Gəzirlər onlar maşınla şərqli Gəzirlər onlar maşınla qərbi Uzun yollar önlərində Məqsədləri bəlli əzəldən Necə nəfə göstərə bilərsən dünyanı piyada gəzərlər Çəkib göstərirlər bizə maraqlı yerləri Tarixi məkanları Həm əyləncəli həm zehnimizə ötürürlər Bil ki təkanları Çox gəzən bilər Gəz dünyanı səfər edilər Çox